Qubadlı rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə Sumqayıt Şəhidlər Xiyabanında Qarabağda lokal xarakterli antiterror tədbirlərinin keçirilməsi zamanı 20 sentyabr 2023-cü il tarixində Xocavənd rayonunda şəhid olan Qubadlı şəhər sakini baş leytenant Abbasov Zamin Xəqani oğlunun doğum günü tədbiri keçirilib. Tədbirdə çıxış edən Qubadlı rayon İcra Hakimiyyəti başçısının müavini Allahverdi Haqverdiyev qeyd edib ki, Vətən müharibəsində qəhrəmancasına döyüşən, Azərbaycan bayrağını işğaldan azad edilən torpaqlarımızda dalğalandıran, ölkəmizin ərazi bütövlüyü uğrunda canlarını fəda edən əskər və zabitlərimizin qəhrəmanlığı, xalqın birliyi və ədalətli mövqeyi, dəmir yumruqda birləşərək işğalçıya sarsıdıcı zərbələr vurub. 2023-cü il 19-20 sentyabr tarixlərində Azərbaycanın konstitusiya quruluşunun bərpa edilməsi məqsədi ilə bölgədə aparılan antiterror tədbirləri nəticəsində Azərbaycan öz suverenliyini tam bərpa edib. Çıxış edənlər vurğulayıblar ki, 30 ilə yaxın həsrətində olduğumuz Qubadlı rayonu 25 sentyabr 2020-ci ildə şəhidlərimizin qanı və canı bahasına işğaldan azad olunub. 44 günlük Vətən müharibəsində qəhrəmanlar içərisində canından və qanından keçən Qubadlı rayonundan 12 şəhid və 40-dan çox yaralı öz adlarını tarixə yazdırıb. Sonda şəhidimizin əmisi Əkbər Abbasov göstərdikləri diqqət və qayğıya görə Ali Baş Komandan Prezident İlham Əliyevə, 1-ci vitse-prezident Mehriban Əliyevaya minnətdarlığını bildirib. Qeyd edək ki, şəhid Zamin Abbasov 8 mart 1993-cü ildə Qubadlı şəhərində anadan olub. Antiterror tədbiri zamanı düşmən snayperindən açılan atəş nəticəsində aldığı yaradan şəhid olub. Ailəli idi, bir övladı var. Allah bütün şəhidlərimizə rəhmət eləsin.